Əgər Səbinə adında qız dostun olsa, ona necə səslənərsən? Səbinə? Sən niyə Səbinə adında qız dostun olur? Sən ümumiyyətlə niyə qız dostun olur? Köhnə sevgilinin zəng eləsə, zəngin açarsan? Yox, niyə açım ki? Köhnə sevgilin sənin nömrəni hardan bilir? Köhnə sevgilinin sənə zəng elədiyini sən hardan bilirsən? Deməli onun nömrəsi hələ də sənin telefonunda yazılıb. Sən niyə köhnə sevgilinin zəngini açmırsan? Məndən ayrılsan köhnə sevgilimə qayıdarsan? Səndən ayrılsam köhnə sevgilim sən olursan, bəli qayıdaram. Sən niyə məndən ayrılırsan ki? Məndən bezmirsən? Day məni sevmirsən və bunu deyə bilmirsən deyə hal-hazırda bunu istifadə edirsən? Hə, düzündür. Bir qız sənə yaxınlaşıb, nə qəşəng qoxursan, ətrin nə qəşəngdir desə, nə deyəsən? Uzaq dur məndən, mən evliyəm. Bir qız sənin ətrimi duyacaq qədər sənə niyə yaxınlaşır? Bu qədər yaxınlıq nə məna? Bu xəyanətdir. Başa düşürsən? Belə bir şey olsa sən bunu icazə verəsən. Sən niyə verdiyin sual əslində verdiyin sual deyil? Nədir bu düzgün cavabı nədir sən? Düzgün cavabı yazacaqlar, oxuyarsan. İlkin yemək necə olub? Bu nədir də bişirmisən də? Bax adam bir işdən gələndə bozbaş yemək istəyir, kalapur yemək istəyir, ət, dolma yemək istəyir. Göyərti ilə toyuğu bişirib qoymusan qabağına deyir yemək necədir? Duzsuz, dadsız. İlkin. Əladır həyatım. Sağlam qida. İlkin, necə olmuşam? Bayram yumurtasına oxşuyursan. Buna da əlini çoruğun tutub elə bil. Get bunu biraz azal. İlkin. Çox gözəlsən həyatım. Gedək? İlkin, mən kökəlmişəm. Hə, kökəlmisən. Kökələrsən də depressiyaya düşsən, yemək yeyirsən. Xoşbəxt olursan, yemək yeyirsən. Hər gün səhər diyetaya girirsən, axşam bilmirsən ki, hansı diyet yeməyin bişirəsən, stressə düşürsən, yenə yemək yeyirsən. Dedim gəl sənə slim diyet alaq, nə bişirim, necə bişirim, dərdin olmasın. Yeməyi göndərirlər, paketlərin üstünə saatına kimi yazılır. Detox box göndərirlər, dietik şirniyyat göndərirlər, meyvə göndərirlər. Kalori normalı rahat tənzimləyə bilərsən bundan. Yeməklərin dadına baxdın, dedin, hamısı nə dadlıdır? Bastın bir dəfəyə yedin hamısını. İlkin. Yo, həyatım hələ mən deyəcəkdim biraz arıqlamısan. İlkin, mən dadlı yemək pişirəm mamam. Əlbəttə mamam. Nətəryalı mamam. Səssiz dedim mən onu. Əlif bayla söhbət elə. Artıq danışmaq istəmirəm. Bah, niyə? Canım belə istəyir. Çox da vecməkdir axı. Dəli eləmə məni. Dəli. Əsəblərimi oynadırsan. Şimdi frışqalıq eləmə. Geri zəkalısan sən. Hansı dildə danışdın? Xoşuma gələn dillərdən birində. Iğdıra tərəf gedəndə görmüşdüm o dili. İnanan daşa dönsün. J ilə danışan xalqımız var. Kimə deyirsən ki sən bunu? Qaranquşlar gələn tərəf. Lal olsaydım daha izah edici olardı vəziyyət. Mən elə düşünmürəm. Necə düşünürsən? O cür düşün. Ölümün çatılar deyəsən. Paytaxtda ola bilər. Rapunzel kimi danışma da. Sən hardan bilirsən Rapunzel nətər danışır? Şəmişoşudan yaxşı tanıyıram. Texniki bir bilgim var bu barədə. Unutmuşam. Üzüldüm. Vay vay. Yandırdı ne? Zayn çıxartdım da. Salam, tanış olmaq olar? Mən evliyəm, bağışlayın. Bağışlayın niyə dedin? Evli olmaq sənin üçün üzür səbəbidir. Hə? Gedirəm, gələm düz denə. Salam, tanış olmaq olar? Evliyəm. Nə olsun, mən fərqi yoxdur. Hə, onda ilkin. Geri zəkalı, vurub öldürəcəm indi səni. Sən mənə cavab ver. Yaxşı, yaxşı. Salam, tanış olmaq olar? Cavab verin də, niyə? Səssizlik də bir təsdiqdir. Sən niyə səssiz durub təsdiq eləyirsən ki? Salam, tanış olmaq olar? Uy! Nə oldu? Aç sən, nə olar, tanış olmaq. Malades, təbrik eləyirəm, düz tapdın. Kişilər qadınlarına sərt davranmalıdır. Necə indi göstərirəm. Qalx ayağa. Qalx ayağa. Çəkil özüm eləyərəm. Get buradan. Nə baş-baş oturub gic-gic seriallara baxsan. Al çay iç, baş oturma. Çox sağ ol. Onu da at başa. Mən də baxım. Qızılcı şərbətdir bu. Hə. Nə edirsən sən burada? İş görürəm. Bəs də iş görürəm, iş görürəm. Dur gedək qəbəliyə biraz dincələ, gəl. Nə edirsən burada? Bildikdən mənzərəsi var, buranın qəşəng mənzərəsi var. Gəl mən sənin şəkillərimi çəkim, ancaq mənzərə şəkilləri. Qala. Qəşəngdir. Fikir zad bildirməyə mənə burada.
Get paltarı dəyiş, gəl hovuzda istirahət elə. Həm isti olur, həm soyuq olur. Gül kimi hovuzda. Nə durmusan burada ayaq üstə? Baş üstə. Neyinirsən? Yemək bişirəm. Özüm kebab çəkəcəm, sən kebab çəkə bilirsən. Get biraz da zaqar al. Çox sağ ol. Hə, zəncələ padroqaların da gəlsin. Bura çox adam yerləşir. Yolun qırağıdır, rahat taparlar. Yaxşı. Görürsən nətər sərtəm. Parka gedəydən nə olar? Parka istəyirəm, bura Salam, xoş gəlmisiniz. Aa, mən balam, bax bura parkdan qəşəngdir, yaxşı. Parka istəyirəm, dostlarım oradadır, parkda. Burada da çoxlu dostların olacaq, narahat olma. Balam, neynirsən? Müəllimə çox üzr istəyirəm. Normalda heç belə uşaq deyilik. Eybi yox, narahat olmayın. İlk gün olur belə şeylər, bizə buraxın. Balam, gəl ayaqqabılarımı çıxardım. Çox üzr istəyirəm. Axşamınız xeyir. Salam, siz İlkin valideyniydiniz? İlkin, ana gəldi. Məni götürməyə gəldiyin üçün təşəkkür edirəm anacan. Gəl ayaqqabını geyindirim. Yox, özüm geyinəcəyəm ayaqqabılarımı burada mənə öyrədiblər. Müəllim, bu gün etdiklərim üçün sizdən çox üzr istəyirəm. Ana, bəs indi parka gedə Balam, bilərik? indi axşam deyə, sabah gedərik. Müəllim, bir daha üzr istəyirəm. Buyurun xanım sifarişiniz. Çox sağ olun. Buyur bacım sifarişin. Buyur, götür. Gəldi. Bu pizzanın yarısı hanı? Ağzının dadını bilirsən də. Bacım, bu qədər yeməyə kökələrsən. Bundan yemədə sən mədən anası götürmür axı. Neyimi? Çox dadlı da axı. Seç. Ayaqlarını səfdə. Ayaqlarını səfdə. Evi 2-3 saatlıq verə bilərsən mənə. Buyurun xanım, sifarişiniz 79.90. Sən niyə küsmüsən? 4 dənə böyük pizza, 4 dənə kartof fri, 3 dənə litrli içki. Yəni pizzamizzadan məclis menüsü sifariş eləmisən. Yəni içəridə məclis var. 210 nəfər. Yəni məni çağırmamısan məclisə. Çağırmamısan deyəndə ki, güya bunlar səndən başqa kim gətirəcəkdi ki? Keç. Kelebeğimi tatile getirdim. 3 aylık maaşımı 3 günlük tatile verdim. Yeter ki kelebeğim mutlu olsun. Eltisine, görümcesine, konusuna, komşusuna selfie atsın, şipşak atsın, hikaye paylaşsın. Değilse bir kış boyu burnumuzdan getirdi. Ben makarna yerim, patates yerim. 9 ay boyunca yine dayanırım ama yeter ki kelebeğim mutlu olsun. Sen benim gibi kocayı bok bulun. Canan, bir sözlə məni necə əsəbləşdirə bilərsən? Nə? Bir sözlə məni necə əsəbləşdirə bilərsən? Nə? Bir sözlə məni necə əsəbləşdirə bilərsən? Nə? Canan, bu 3-cü dəfə, 4-cü dəfə deyirəm, bəs da. Mən də cavab verirəm də sualıma. Vermirsən, sən nə? Yaxşı, bir də sual ver. Nə deyəsən də axırda? Nə? Nə gülürsən? Bir də sual ver. Bir sözlə məni necə əsəbləşdirə bilərsən? Nə?